1977-ci il insanlıq bəlkə də tarixin ən uzun səyahətinə başladı və bu səyahət Voyager kosmik gəmilərinə həvalə olunmuşdu. Bu kosmik gəmilər 1977-ci ildə Amerika Birləşmiş Ştatlarının Voyager proqramı çərçivəsində NASA tərəfindən kosmosa göndərilən insansız aparatlardı. Əsas məqsəd Günəş sistemimizdə yerləşən digər planetləri və onların peyklərini araşdırmaq idi. 48 ildir fəzada süzülən Voyager 1 və 2 sayəsində Günəş sistemimiz haqqında çox şey öyrəndik. Amma missiya sadəcə bundan ibarət deyildi. Hazırda hər iki kosmik gəmi bütün planetləri geridə qoyaraq ulduzlar arası boşluqda süzülür. Hətta yerə ən uzaq olan insan istehsalı cihazlar olaraq tarixə düşüblər. Yerdən milyardlarla kilometr uzaqda olmalarına baxmayaraq, NASA hələ də onlarla əlaqə yarada bilir. Lakin kosmik gəmilərin enerjisi 2036-cı ilə qədər tükənə bilər. Enerji tükəndiyində isə onlarla əlaqə tamamilə kəsiləcək. Bu o demək deyil ki, Voyager 1 və 2 missiyası başa çatacaq. Onlarla əlaqə qurula bilməsə də öz yollarına davam edəcək və kosmosa insanlığın mesajını çatdıracaqlar. Söhbət hər iki kosmik gəmidə yerləşdirilən Golden Records, yəni qızıl plastinkalardan gedir. Bu diskləri yer kürəsinin vizit kartı adlandıra bilərik. Çünki disklərdə yer sivilizasiyası haqqında dolğun məlumatlar, eyni zamanda 116 şəkil, 55 dildə salamlaşma, 27 musiqi parçası və müxtəlif səslər yer alır. Şəkillərə insan bədəni, DNT-nin quruluşu, Günəş sistemi, yer üzündəki həyatın müxtəlif anları təsvir olunub. Səslər bölməsində isə küləyin uğultusu, yağış damcıları, dəniz dalğaları, körpə ağlaması və gülüş səsləri var. Məqsəd isə kainata insanlığın kim olduğunu göstərmək idi. Bu disk bir gün yad planetlilər tərəfindən tapılarsa, yer haqqında, insan sivilizasiyası haqqında müəyyən fikrə sahib olacaq və bizi tanıya biləcəklər. Qızıl disk layihəsinin ideya müəllifi məşhur Amerikalı alim Carl Sagan idi. Onun fikrincə bu disk yad planetlilərlə əlaqə yaratmaqdan çox insanlığın özünü tanıtmaq cəhdi idi. Sagan deyirdi ki, bu disk kainata sadəcə biz buradayıq demək üçün göndərilib. Yəni qızıl plastinkalar bir növ insanlığın vizual və səsli bioqrafiyasıdır. Bir sivilizasiyanı tanımağın ən yaxşı üsullarından biri həmin sivilizasiyanın musiqi mədəniyyəti ilə tanış olmaqdır. Bu məqsədlə qızıl diskdə 27 musiqi parçası yer alır. Musiqi seçimi aparılarkən məqsəd sadəcə tanınmış bəstəkarları deyil, həm də xalqların öz ruhunu əks etdirən sədaları təqdim etmək idi. Bu parçalar müxtəlif mədəniyyətləri və dövrləri təmsil edir. Beethovenin, Bach'ın, Mozart'ın klassik əsərləri, Afrikanın qədim ritmləri, Hindistan melodiyaları, Yaponiyanın kota ifası, Çin musiqisi, Meksika xalq musiqisi və daha çoxu. Maraqlısı isə odur ki, bu siyahıda Azərbaycan musiqisi də yer alır. Qızıl plastinkalarda kosmosa göndərilən musiqi Kamil Cəlilovun Balabanla ifa etdiyi Çahargah muğamıdır. Cəlilov Azərbaycan musiqisinin ən tanınmış balaban ifaçılarından biridir. Onun ifaları 1970-ci illərdə Moskva radiosunun arxivinə daxil edilmişdi. Qızıl plastinkalara daxil ediləcək musiqilər seçilərkən həmin arxivlər dinlənilmiş və Cəlilovun Çahargah muğamı da seçilmişdi. Bu o deməkdir ki, bugün ulduzlar arası boşluqda süzülən kosmik gəmilərdə Azərbaycanda təmsil olunur. Bəs alimlər niyə elə hesab edir ki, bu disklər uzun illər boyunca fəzada zədələnmədən qala və başqa sivilizasiyalara çala bilər? Məsələ burasındadır ki, qızıl plastinkaların hazırlanması və kosmosa göndərilməsi üçün 10 il vaxt lazım olub. Bu müddət ərzində isə hər şeyi dəqiqliklə ölçüb, diskləri zədələnmədən milyardlarla il kosmik fəzada süzülə biləcək şəkildə istehsal ediblər. Diskin materialı kosmosun sərt şərtlərinə görə xüsusilə seçilib. Mis, qızıl örtük və onun üzərində qoruyucu örtük kimi alüminium qutu mövcuddur. Bu, korroziya, oksidləşmə və kimyəvi zədələnmə riskini minimal səviyyəyə endirir. Kosmosda vakuum şəraitində hava, su, oksigen kimi maddələrin yarada biləcəyi korroziya prosesləri yoxdur. Beləliklə, yalnız ağır kosmik şüalar, mikrometeoritlər və ionlaşdırıcı radiasiya kimi faktorlar materiala təsir edə bilər. Bu şərtlər nisbətən zəif təsirli olub, diskin uzun müddət ərzində strukturunu qorumasına imkan verir.
NASA-nın rəsmi saytlarında qeyd edilir ki, qızıl ərimir, mis isə stabil qalır və radiasiya tempi nəzərə alınaraq disklər 1 milyard il və ya daha çox müddət ərzində zədələnmədən qala bilərlər. Lakin bu proqnoz sadəcə ideal şərtlər üçün nəzərdə tutulub. Yəni bu proqnozlar hər hansı toqquşma və ya zədələnmə halları üçün keçərli deyil. Bu kimi hallar baş verməzsə, disklər və gəmidəki digər komponentlər təxminən 40 min il sonra başqa ulduz sistemlərinə yaxınlaşma potensialına malikdir. Məsələn, Voyager 1-in 40 min il sonra təxminən 1,6 işıq ili məsafədə yerləşən ulduz sisteminə yaxınlaşacağı gözlənilir. Lakin bu da diskin mütləq kimlərsə tərəfindən oxunması demək deyil. Bununla belə, diskin üzərində onu necə oxumalı olduqlarını göstərən simvolik təlimat yerləşdirilib. Eyni zamanda diskin örtüyündə alüminiumdan hazırlanmış qutu və ultrasaf uran-238 izotopu yerləşdirilib. Bu, gələcəkdə diski aşkar edən bir sivilizasiyaya bu disk nə zaman hazırlanıb sualına cavab tapmaq üçün nəzərdə tutulub. Bu radioaktiv maddə çox yavaş çürüyür və onun yarısının çürüməsi üçün lazım olan vaxt 4 milyard 468 milyon ildir. Bu o deməkdir ki, uran-238 uzun müddət ərzində sabit qala bilir, yəni kosmik miqyasda saat kimi işləyir. Əgər uzaq gələcəkdə hansısa sivilizasiya bu diski tapsa və üzərindəki uran-238 nümunəsini analiz etsə, nüvə fizikasındakı çürümə qanunundan istifadə edərək onun yaşını təyin edə və qızıl diskin neçə il bundan öncə hazırlandığını hesablaya bilər. Belə hesablamalar və məlumatlar göstərir ki, bu disklər sadəcə musiqi və şəkillər daşımır. Eyni zamanda kainatdakı vaxt və məkana dair insan ağlının düşüncələrini də əks etdirir. Onlar bir növ insanlıq tarixini və kəşf arzusunu kosmosa yazan kiçik, lakin əbədi mesajlardır. Voyagerlərin daşıdığı qızıl plastinkalar bugün artıq Günəş sisteminin hüdudlarını çoxdan keçib. Onlar nə vaxtsa kiminsə əlinə keçərmi bilinmir. Amma məlum olan bir şey var. İnsan ağlının marağı və kainatı anlamaq arzusu bu disklərdə milyonlarla il, bəlkə də milyardlarla il yaşayacaq. Videonun sonuna gəldik. Qızıl plastinkalar haqqında siz də öz fikirlərinizi şərh bölməsində qeyd edə bilərsiniz. Galaktika və dünyaya dair digər maraqlı faktlardan xəbərdar olmaq üçün isə kanala abunə olub bildirimləri açmaq kifayətdir. Hələlik.